Hər kəsə salam, qonağımız Rüfət Əzizovdur. Xoş gördük Rüfət bəy. Sağ ol, şükür. Sizin gəlişinizdən sonra biz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin digər xarici universitetlərlə əlaqəsini görürük və bunun məntiqi davamı olaraq səhv etmirəmsə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünya reytinqində bir neçə pillə irəliləyib. Bu əlaqələr tələbələrin, müəllimlərin təcrübə mübadiləsinə necə təsir edir? Və ümumiyyətcə dünya reallıqlarını, hazırdakı baş verənləri nəzərə alsaq, bütün bu dəyişimlər, təhsil tendensiyası və s. həmin əlaqələr daha yetkin bir mühəndislərin yetişməsinə nə dərəcədə xidmət edir? Təşəkkür edirəm, maraqlı sualdır. Ümumiyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti tarixi universitetlərimizdən biridir. Bu illər universitetin 105 yaşı tamam olmaqdadır. Yəni 100 ildən artıq tarixi bir irsə, xüsusilə də mühəndislik və tətbiqi elmlər sahəsində tarixi bir irsə malik olan bir universitetimizdir. Qlobal məkanda da, dünyada da tanınmış universitetlərimizdəndir. Vaxt olub ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetində olan tələbələrin ümumiyyətlə təqribən bir 70%-i əcnəbi tələbələr olub. Onlar müxtəlif ölkələrdən gəlib təhsil alıblar və bugünkü gündə hətta bizim bəzi ölkələrdə, məsəl üçün Vyetnamda, Anqolada, müxtəlif ölkələrdə hətta özümüzün məzun cəmiyyətləri də belə var. Həmin ölkələrin neft-qaz sənayesinin formalaşmasında bizim məzunlar böyük rol oynayıblar. O ki qaldı beynəlxalq əməkdaşlıqla bağlı Azərbaycan Dövlət Neft Sənaye Universitetinin əslində həmişə beynəlxalq əməkdaşlıqları olub. Bilirsiniz ki, 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti ilə Fransanın Strasburq Universiteti arasında ikili diplom proqramları mövcuddur. Həmin o proqramlarda bizim 600-dən artıq tələbəmiz hal-hazırda təhsil almaqdadır. Böyük Britaniyanın Warwick Universiteti ilə ikili diplom proqramları mövcuddur. Əlbəttə ki, universitetlərlə əməkdaşlıqlar bizim həm tələbələr üçün yeni imkanlar yaradır. Bu yeni məzmun deməkdir, müəyyən beynəlxalq standartlar deməkdir. Digər tərəfdən müəllimlərin öyrənməsi üçün, onların müxtəlif belə deyək, təcrübə qazanmaları üçün müxtəlif universitetlərə göndərilməsi və yaxud da digər universitetlərdən bizə tələbələrin və yaxud da müəllimlərin gəlməsi ilə bağlı geniş şərait yaradır. Məsələn, təkcə bu illəri il hələ tamam olmayıb, amma 300-ə yaxın artıq Qazaxıstandan və Özbəkistandan bizə tələbələr gəlmişlər ki, onlar Azərbaycan Dövlət Neft Sənaye Universitetində özlərinin qısa müddətli təcrübə belə deyək, proqramlarını tamamlamışdılar. Bu əməkdaşlıqlar bir növ müəyyən qədər tamamlayıcı olur. Hər bir universitetin özünün güclü tərəfləri var. Bəzi universitetlərdə bu tutaq ki, ənənəvi olaraq bizdə həmişə riyaziyyat və onunla bağlı sahələr, neft kimyası, neft-qazla bağlı sahələrdə həmişə təcrübəmiz olduğu üçün əsasən bunu biz digər universitetlərə təqdim edirik. Eləcə də digər universitetlərdə bizdə belə deyək, inkişaf etdirməyə ehtiyac olan sahələr var ki, bu istiqamətlərdə biz əməkdaşlıq aparırıq. Əməkdaşlığın əsas prioritet istiqaməti xarici universitetlərinin daha çox tədqiqat sahəsindədir. Tədqiqatların beynəlmiləşməsi və beynəlxalq həmmüəllifliklə tədqiqat nəticələrinin təqdim olunması düşünürəm ki, bugünkü gündə universitetimiz üçün çox vacibdir. Bu həm universitetlərin reytinqinə xidmət edir, həm də ümumiyyətlə universitetdə yaranmış elmi məktəblərin digər beynəlxalq elmi məktəblərlə bir növ əməkdaşlığını təmin edir. O ki qaldı zərurətə, yəni əlbəttə ki, beynəlmiləşmə və bu kontekstdə olan bütün proseslər çox vacibdir. Tutaq ki, universitetə yeni tələbə gələndə, əcnəbi tələbə gələndə bir növ o universitetdə yeni tələblər yaradır. Məzmunla bağlı yeni tələblər yaradır, pedaqoji yanaşmalarla bağlı yeni tələblər yaradır, bəzən qiymətləndirmə ilə bağlı yeni tələblər yaradır. Universitet də hiss eləyir ki, müəyyən qədər mühiti də dəyişməlidir, əcnəbi tələbələrə uyğun şərait yaradılmalıdır. Bu mənada universitetlərin beynəlmiləşməsi hal-hazırda
düşünürəm ki, prioritet məsələlərdən biridir. Elmi tədqiqat mövzusunu davam etdirsək, universitetdə aparılan elmi tədqiqatların əsas istiqaməti nələrdir? Bu istiqamətlər hansı meyarlar əsasında təyin olunur və sizin universitetdə, rəhbər olduğunuz universitetdə akademik fəaliyyətlə məşğul olan insanların stimullaşdırılması prosesi necə təşkil olunur? Çox yaxşı sualdır. Ümumiyyətlə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin əsas hədəfi gələcək 5 ildə tədqiqat universitetinə çevrilməkdir. Bu tədqiqat universiteti olmaq üçün də müəyyən meyarlar var. Bu həm elmi nəticələr, onların həm həcmi, həm də ki, keyfiyyəti ilə bağlıdır. Burada yəni universitet üçün, ümumiyyətlə ölkəmiz üçün ənənəvi olan sahələr var. Məsəl üçün bu yəni birinci qrup tədqiqat sahələridir bizdə. Bu daha çox məsəl üçün geologiya elmləridir, material mühəndisliyidir, kimya mühəndisliyidir, neft-qaz mühəndisliyi ilə bağlı istiqamətlərdir ki, bunlar bizim güclü tərəflərimizdir. Ənənəvi olaraq ölkəmiz üçün də bu həmişə vacib olur. Bu istiqamətlərdə müəyyən elmi məktəblərimiz olduğu üçün biz onu qoruyub saxlamağa çalışmalıyıq. Baxmayaraq ki, onların bəziləri gənclər arasında bu günləri trend hesab olunmasa da, biz həmin elmi məktəblərimizi qorumalıyıq, çünki o elmi məktəbləri yenidən yaratmaq çox çətindir. Digər ikinci böyük bir istiqamət isə günümüzün tələbləri ilə bağlı olan istiqamətlərdir. Dünyada olan böyük çağırışlarla bağlı olan istiqamətlərdir. Tutaq ki, bunlar dayanıqlı inkişafla bağlıdır, iqlim dəyişiklikləri məsələləri ilə bağlıdır. Ola bilsin Xəzər dənizinin ekoloji problemləri ilə bağlı olsun ki, burada da universitetin tədricən təcrübəsi formalaşmaqdadır. Məsəl üçün universitetimizdə alternativ enerji resursları tədqiqat laboratoriyası yaradılmışdır. Bu sırf sənayenin investisiyaları əsasında yaradılmış bir laboratoriyadır. Ümumiyyətlə COP29-dan sonra bu istiqamətdə ölkəmizdə böyük maraq yaranmışdır. Və yaxud da ki, buna oxşar, məsəl üçün informasiya texnologiyaları ilə bağlı tədqiqat sahələri var. Bu süni intellektdir, data analitikasıdır, sistem analizləridir. Bu da üçüncü böyük bir bloku təşkil edir ki, bu bir növ informasiya texnologiyaları resurslarının müxtəlif belə deyək obyektlərə, istər bioloji obyektlər olsun, fiziki obyektlər olsun, mexaniki obyektlər olsun, kimyəvi obyektlərə tətbiqi ilə bağlıdır və biz burada böyük perspektivlər görməkdəyik. Azərbaycan Dövlət Neft Sənaye Universitetinin mövcud bu istiqamətlərdə potensialı, yəni riyaziyyat və onunla bağlı olan istiqamətlərdə o tarixi potensialı düşünürəm ki, bu tədqiqat sahələrində sürətlə irəliləməyimizə geniş imkanlar yaratmaqdadır. Mən istəyirəm ki, idarəçilik mövzusu ilə davam eləyək. Yəni universitetin idarəçiliyinə mən əminəm ki, biz izləyənlər üçün də bu çox maraqlıdır. Rektor olaraq öz yanaşmanız var və sizdən əvvəl də bir ənənəvi bir sistem var idi. İnsanları, əməkdaşları, tələbələri ümumiyyətcə bir sistemdən digər sistemə adaptasiya eləmək çox da asan bir məsələ deyil, biz bilirik. Ən azı müəyyən bir zaman keçməlidir ki, insanlar təbii şəkildə bu prosesin bir parçası olsun. Və sualı belə ünvanlamaq istəyirəm ki, verdiyiniz qərarların təməlində hansı fəlsəfə durur? Qərarlarınızı hansı təfəkkürlə əsaslandırırsınız? Ümumən universitet rəhbəri olaraq qərarların verilməsində və onların tətbiqində ən çətin nüanslar nədən ibarətdir? Təşəkkür edirəm. Ümumiyyətlə prinsiplər deyəndə bu əsasən düşünürəm ki, hər şey dəyərlər üzərində qurulmalıdır. Yəni hər bir belə deyək, rəhbərin özünə məxsus dəyərləri olur. Bunlar əlbəttə ki, ilk növbədə ədalətlilik prinsipləridir. Eyni imkanların hər kəsə yaradılması ilə bağlıdır. Müxtəlif belə deyək, məsələlərə baxışda prinsipial mövqenin saxlanılmasıdır. Eyni zamanda biz nəzərə almalıyıq ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetindən hər il 3500-dən artıq tələbə məzun olmaqdadır və onlar əmək bazarına daxil olurlar. Ümumiyyətlə onları biz sonradan həyatın müxtəlif sahələrində rast gəlirik. Bu böyük bir məsuliyyət yaradır. Böyük bir məsuliyyətdir ki, bu məsuliyyəti biz kiminsə
mövqeyinə, kiminsə arzu istəklərinə heç bir şəkildə qurban verə bilmərik. Yəni bizim üçün prioritet tələbənin dəyərlərə uyğun, müəyyən olunmuş bilik, bacarıqlara uyğun yetişməsidir. Yəni bu bizim əsas hədəfdir. Bu hədəfə uyğun olaraq istənilən dəyişikliyə biz getməliyik və burada heç bir güzəştdən də söhbət gedə bilməz. Bu mənada bu prinsipləri əsas tutaraq biz dəyişikliklərə əlbəttə ki gedirik. Yəni dəyişikliklər olsun, yəni dəyişikliklər xatirinə etmirik. Burada bir təməl prinsiplər və gedəcəyimiz yolumuz da bəllidir. Bundan uyğun olaraq hal-hazırda universitetin gələcək 5 il üçün strateji inkişaf hədəfləri də müəyyən olunmuşdur ki, biz tədrislə bağlı, elmlə bağlı, beynəlmiləşmə ilə bağlı, infrastrukturla bağlı, idarə etmə ilə bağlı, dayanıqlı inkişafla bağlı, universitet sənaye əlaqələri ilə bağlı hal-hazırda hardayıq və hara getmək istəyirik və getmək üçün də biz hansı fəaliyyətləri yerinə yetirməliyik və bu fəaliyyətlərə uyğun bizim hansı imkanlarımız, potensialımız, bacarıqlarımız olmalıdır. Ümumiyyətlə dəyişikliklərə gələndə isə istənilən dəyişikliyin 3 əsas belə deyək meyarlarını hiss etmək çox vacibdir. Birinci, düşünürəm ki, bu dəyişikliyin sürətidir. Dəyişikliyin sürəti, dəyişikliyin məzmunu, ümumiyyətlə dəyişən nədir və dəyişikliyin əhəmiyyəti. Bu üç məsələni biz düzgün qiymətləndirə bilsək istənilən dəyişiklik üçün, orada artıq biz qərar verə bilirik ki, ola bilsin hansısa dəyişiklik çox vacibdir, yəni əhəmiyyətlidir və məzmunu da çox geniş deyil. Ona resurs da çox tələb olunmursa biz onu daha tez edə bilirik və o ümumiyyətlə sistemə, belə deyək, sistemdə çox da belə qarışıqlıq da yaratmır. Amma elə dəyişikliklər var ki, biz potensial olaraq, resurs olaraq biz görürük ki, ona müəyyən qədər vaxt lazımdır. Yəni dəyişikliyin sürəti əlimizdə olan resurslara uyğunlaşdırılmalıdır. Ümumiyyətlə sistemdə olan müxtəlif tərəflərin mövqeyinə bu necə təsir eləyəcək? Bu istər müəllim olsun, istər tələbə olsun, istər iş dünyası olsun, yəni universitet ətrafında olan müxtəlif tərəflərə bu necə də təsir eləyir, onlarla necə əlaqəlidir? Bu kontekstdə baxanda 3 parametri düzgün nəzərə alanda, hesablayanda dəyişiklikləri də tədricən düşünürəm ki, həyata keçirmək mümkün olur. Və mən deməzdim ki, dəyişiklik etmək çətindir. Əslində biz həmişə onu deyirik, dəyişiklik çətindir. Əslində bir neçə yaxşı nümunə olandan sonra artıq digər nümunələr də onun arxasınca gəlir və dəyişikliyi etmək o qədər də çətin olmur. Dəyişikliyi edərkən belə deyək, dəstək almaq çox vacibdir. Yəni universitetdə dəstək edəndə, universitetdə dəyişiklik olursa, islahat baş verirsə, cəmiyyətin bunu qəbul etməsi çox vacibdir. Ümumiyyətlə təhsillə bağlı, səhiyyə ilə bağlı, hər hansı böyük sistemlərlə bağlı dəyişikliklər cəmiyyətdən gələn bir sifariş kimi həyata keçiriləndə, cəmiyyətdən gələndə həmin sifariş biz onun daha belə deyək, rahat həyata keçirə bilirik. Ona görə bu mənada dəyişiklikləri həyata keçirəndə müəyyən qədər vaxt da qazanmaq lazımdır. O sistemdə olanların fikirlərini də nəzərə almaq lazımdır. Bu halda düşünürəm ki, dəyişiklik baş verir. Siz danışdıqca mən artıq paralelində düşünürəm və yeni bir sualım yaranır bundan bağlı. Cəmiyyət və təhsil və iki segment insanlar var ki, təhsil cəmiyyəti dəyişməlidir və yaxud da ki, digərləri düşünür ki, cəmiyyətdən gələn sifarişlər əsasında təhsil formalaşmalıdır. Yəni bu birmənalı bir fikir olmur çox zaman və iki qardaşı belə qarşı-qarşıya qoya bilər bu mövzu. Siz bunu necə əsaslandırarsınız ki, yəni cəmiyyətdən gələn sifarişlər əsasında təhsilin dəyişməyi, formalaşmağı nə qədər yaxşıdır? Çox maraqlı sualdır. Buna belə baxmaq olar ki, ümumiyyətlə
Bu cəmiyyətdən də asılıdır. Baxır biz necə bir cəmiyyətdəyik və cəmiyyətdən gələn sifarişlər nəyin əsasındadır, nədən ibarətdir? Düşünürəm ki, birinci müəyyən etməliyik biz ümumiyyətlə təhsilin məqsədi nədir? Biz təhsildən ümumiyyətlə nə istəyirik? Təhsildən bağlı biz vətəndaş yetişdirmək istəyirik, milli dəyərlərə uyğun olaraq, adət-ənənələrimizə uyğun olaraq, eyni zamanda ona biz bilik bacarıqlar vermək istəyirik. Ümumiyyətlə təhsillə bağlı mövqeyimizi başa düşəndən sonra və burada bir razılıq olandan sonra bu həm cəmiyyət, həm universitet arasında artıq həmin o prinsiplərə yönələn hər hansı bir növ təsiri birgə də ortadan qaldıra bilməliyik. Universitet, cəmiyyət olaraq biz burada birgə hərəkət etməliyik. Mən əslində cəmiyyəti universitetdən, universiteti də cəmiyyətdən ayırmaq istəməzdim. Amma davamlı olaraq qarşılıqlı müzakirələrin olması, qarşılıqlı maraqların nəzərə alınması çox vacibdir. Bu mənada universitetlərin idarə olunmasında bizdə tarixən belə bir təcrübə mövcud olub ki, universitetlərimiz məsəl üçün daha çox professor yönümlü olub. Onlar tələbə yönümlü olmayıblar. Tələbə yönümlü olmadıqda tələbələrin də müxtəlif təşəbbüsləri, tələbələrə daha çox imkanların verilməsi, şansların yaradılması problemə çevrilir. Belə olan tərzdə də tələbələr daha az innovativ olurlar, çünki onlar fikirlərini deyə bilmirlər. Ümumiyyətlə, universitetlərin idarə olunmasında müəllimlərlə yanaşı, universitet heyəti ilə yanaşı tələbələrin də böyük rolu olmalıdır. Universitetin idarə olunmasında, məsəl üçün, iş dünyasının, sənayenin də öz rolu olmalıdır. Onlar universitetlərin müxtəlif struktur bölmələrində, məsəl üçün, idarə heyətlərində aktiv şəkildə iştirak etməlidirlər. Müxtəlif qeyri-hökumət təşkilatlarının oradan belə deyək ki, rolu olmalıdır universitetlərin idarə olunmasında. Universitet bir növ elə bir sistemdir ki, orada belə deyək, cəmiyyətin müxtəlif tərəflərinin, müxtəlif belə deyək, iştirakçıların olması o idarə etmədə çox vacibdir. Belə olan halda isə artıq o tərəflər də bir bütün olmuş olur və o müzakirə də ümumiyyətlə belə deyək, öz həllini tapmış olur. İdarəçilik mövzusu ilə davam etsək, nəzərə alınmalı bir məqam da ondan ibarətdir ki, sizin həm də xarici şirkətdə, yəni neft sektorunda texnoloji bütövlüyün idarə edilməsi üzrə 10 ilə yaxın bir təcrübəniz var. Həmin mühəndislik şirkətində qazandığınız təcrübələr sizə bugünkü gündə universitet rəhbəri kimi necə kömək edir, onu necə universitetdə istifadə edirsiniz və yaxud da ki, hər hansı bir mühəndislik şirkətində qazanılan təcrübədən sonra universitet rektoru olmaqla yalnız akademik karyera ilə rektorluğa yüksəlmə arasında hansı fərqlər var? Yəni bu xarici şirkətdə, mühəndislik şirkətində olan təcrübəni üstünlük kimi istifadə edirsiniz, yoxsa siz düşünürsünüz ki, belə şəxsin özü ilə bağlı bir şeydir? İdarəçilik ya var, ya da yoxdur. Fərqi yoxdur. Bu mühəndislik şirkətidir, universitet rəhbərliyidir və yaxud da ki, hər hansı bir idarəçilikdir. Bəli. Çox maraqlı sualdır. Yəni mənim hal-hazırda təqribən iş təcrübəm ümumiyyətlə bir yerə toplasaq hardasa 21 ilə yaxındır. Onun təqribən 15 ili ümumiyyətlə sənayedə keçmişdir. Sənayedə həm mühəndis kimi, həm müxtəlif qrupların idarə olunması, bir rəhbər mühəndis kimi, layihələrin idarə olunması mühəndislik kimi keçmişdir və əlbəttə ki, bu mühitdə əldə olunmuş təcrübə çox vacibdir. Birincisi, sənaye şirkətlərində, xüsusilə transmilli şirkətlərdə bir növ işləyərkən beynəlxalq iş mühitini, beynəlxalq iş mədəniyyətini öyrənmək mümkün olur. İstər standartlar cəhətdən, istər ən yaxşı təcrübələr tərəfdən, iş mədəniyyəti cəhətdən əldə olunmuş təcrübəni deyərdim ki, böyük dəyəri vardır. Bu nəinki növbəti karyera mərhələlərində öz təsirini göstərmişdir. Eyni zamanda da ümumiyyətlə
həyata da müxtəlif hədəflərə çatmaqda bir növ öz təsirini göstərmişdi. Əlbəttə ki, bir mənalı olaraq bu böyük təcrübənin böyük rolu olmuşdur təhsil idarəçiliyində də. İlk növbədə bu onunla bağlıdır ki, yenə də biz dəyərlər üzərinə gələrsək, işlədiyin əgər ilk iş yeri kifayət qədər ədalətlilik prinsipləri, şəffaflıq prinsipləri, insanlara dəyərləndirmə, insanların əməyini dəyərləndirmə, innovativ bir mühitdə keçirsə, həmin dövrdə əldə etdiyin o bilik, bacarıqlar, eləcə də gördüyün o dəyər təcrübələrini insan növbəti mərhələlərdə özü rəhbər olanda da digər insanlara münasibətdə tətbiq etməyə başlayır. Ona görə düşünürəm ki, ilk iş yeri, orada qazanılan təcrübə çox vacibdir. Bu birinci məsələdir ki, dəyərlərin öyrənilməsi. İkinci, daha çox iş prosesi ilə bağlı olmuşdur ki, əlbəttə ki, özəl şirkətlərdə, özəl sektorda sistem daha çevikdir. Qərar vermədə də belə deyək, çeviklik böyük əhəmiyyət daşıyır. Sistemin özünün çoxlu belə deyək, standart prosesləri var, prosedurları var. Bu mənada biraz daha az bürokratikdir, belə deyək, özəl iş mühiti. Yəni özəl iş mühiti, dinamik iş mühitindən təhsil sisteminə gəlincə ilk dövrlərdə ola bilsin ki, biraz çətin olur. Çünki qərar vermək üçün daha çox bürokratiya olur, daha çox belə deyək, prosedurlar olur. Lakin bu ümumilikdə işlərin daha sürətli getməyi, daha nəticə əsaslı olmasına düşünürəm ki, gətirir, çıxardır və bu düşünürəm ki, təcrübə ilə bağlıdır. Yəni ola bilsin burada da insandan da müəyyən qədər asılı olsun, amma nəticə yönümlülük, bir işi görərkən digərlərinin də fikirlərini nəzərə alma, bunlar ilk düşünürəm ki, sənaye təcrübəsindən gəlmişdir. Xüsusilə bəlkə də indi mənim bəxtim gətirib ki, neft-qaz sektorunda işləyərək indi də Neft Sənaye Universitetinə rəhbərlik edirəm. Bu çox vacib amildir əslində, çünki orada belə deyək, işləyərkən bir separatorun, bir istilik, bir qızdırıcının, bir çənin təqribən həcmlərini başa düşmək olur. Onun bir növ inspeksiya edərkən, içinə daxil olarkən o prosesi hiss etmək mümkün olur. Hiss etmək mümkün olur ki, məsəl üçün biz universitetdə nəzəri olaraq nələrisə öyrənirik, amma sənayedə mühit tamamilə başqadır. Orada tutaq ki, bir əməliyyatların idarə olunması rəhbəri var, onun üçün hasilat çox vacibdir. Amma başqa bir mühəndis üçün təhlükəsizlik vacibdir. Yəni hərənin özünün bir KPI-ları var. Bu mənada digəri üçün məsəl üçün təmir vacibdir, digəri üçün inspeksiya vacibdir. İş mühitində bu maraqların üst-üstə düşməyi, bir növ bu maraqlara uyğun düzgün müzakirələrin aparılma mədəniyyəti, onu orada anlamaq və təhsildə bunu tətbiq edərkən, məsəl üçün məzmun necə olmalıdır? Biz bugünkü gündə mühəndislərə nəyi öyrətməliyik? Onlar belə deyək, hansı son texnologiyaları bilməlidirlər? İdarə etmədə nəyi bilməlidirlər? Bir növ məzunun profili necə olmalıdır ki, sənaye onu qəbul etsin? Və buna uyğun ümumiyyətlə bu profili tamamlamaq üçün biz ona nə öyrətməliyik və necə öyrətməliyik? Və bu tələbdən irəli gələrək bizə necə bir müəllim lazımdır ki, bu məzmunu, bu pedaqoji yanaşmaları tətbiq edib lazım olan məzunu yetişdirsin. Bütün bu sualların cavabı əslində sənaye təcrübəsindən gəlir. Sənayede işləmədən onları akademik mühitdə əldə etmək mümkün deyil. Hətta qısa müddətli təcrübə vasitəsilə də bunu əldə etmək mümkün deyil. Çünki orada uzun müddət işləyəndə əslində
real iş mühitini başa düşmək mümkündür. Düşünürəm ki, bu çox dəyərli bir təcrübə olmuşdur və bugünkü gündə də görülən işlərə öz təsirini göstərir. Burada çox önəmli bir nüansa diqqət çəkmək istəyirəm. Ola bilsin ki, siz də sənaye sahəsində çalışarkən bu hallarla qarşılaşmısınız. Gənc mühəndislər, universiteti yeni məzun olmuş mühəndislər də bəzən belə çəkingənlik var, öz ideyalarını, öz fikirlərini, bir sözlə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Bunu müxtəlif aspektlərdən qiymətləndirə bilərik. Müstəqillik tariximizin uzun olmaması, Sovetlər dönəmi, ailə mentalitet məsələləri və s. Amma bu gün bizim fokus sahəmiz məhz universitetdir. Ola bilsin ki, yaşlı nəsil məndən razılaşmasın, amma mən düşünürəm ki, gənc nəsil daha sual yönümlü, dinamik, öz fikirlərini açıq şəkildə izah etməyə yönümlü bir insanlardır. Amma universitetdə olan sərt iyerarxiya bu azadlığın qarşısını alır bəzən, çərçivələyir və biz həmin mühəndislik tələbələrindən mühəndis olduqdan sonra yaradıcı həll gözləyirik. Bu çox absurd bir mənzərə ortaya çıxardır. Həmin çərçivədə formalaşmış 4 il, 6 il mühəndislik tələbələri istehsalatda bizə hansı yaradıcı həllə gələ bilərlər? Əgər onların azadlıqları əlindən alınırsa. Bunları nəzərə alaraq sualı belə ünvanlamaq istərdim ki, sizin həmin tələbələrin səs haqqları nə qədər tanınır, azadlıqları nə qədər tanınır, nə qədər öz fikirlərini, ideyalarını universitetdə ifadə edə bilirlər. Başqa sözlə onların universitet rəhbərliklərinə çıxış kanallarını necə tənzimləyirsiniz? Universitetdə hər hansı bir səhv qərardan sonra qəbul etmək və onu yenidən müzakirə çıxartmaq bir mədəniyyətə formalaşıbmı? Çox sağ olun, təşəkkür edirəm. Maraqlı sualdır. Düşünürəm cavab tələbələrə də maraqlı olacaqdır. Siz düzgün vurğuladınız ki, bugünkü gündə bizim belə deyək, təhsilimiz müəyyən bir tarixçəsi var və həmin o tarixçədə bir növ, yəni lap bunu orta məktəbdən də götürsək, ümumi təhsildən də götürsək, yəni Sovet dönəmində belə bir şey var idi ki, müəllim sual verəndə hər kəs düzgün oturmalı idi partada, cavab vermək istəyən əlini qaldırmalı idi və nəticədə bir növ müəyyən bir çərçivələr əmələ gəlirdi. Və hətta sualı verərkən düşünməyə vaxt belə olmurdu. Çünki bunun hamısının texnologiyası var. Belə deyək, və müəyyən müddət sonra artıq bilinirdi ki, yaxşı oxuyan kimdir, pis oxuyan kimdir. Bu əslində o qədər də faydalı sayılmır. Yəni bizim əsas məqsədimiz ümumi təhsildə şagirdin öyrənməsidir, universitetdə də tələbənin müxtəlif bilik bacarıqlar qazanmasıdır. Bu mənada əvvəl də vurğuladığım kimi universitetlərimiz hələ də professor yönümlüdür. Orada müəllimlər çox daha güclüdürlər. Onların özlərinin ortaya qoyduğu bir mövqe var, özlərinin bir imtahan prinsipləri var. Düşünürəm ki, tədricən daha tələbə yönümlü olmaq yönündə, tələbə yönümlü olmaq qətiyyən o deyil ki, tələbələrə güzəşt etmək lazımdır imtahanda. Bəzən bu mesaj tam başa düşülmür ki, tələbə yönümlü nə deməkdir, tələbəyə güzəşt nə deməkdir. Bu elə deyil. Biz əmin olmalıyıq ki, verilən diplomun dəyəri alınan bilik və bacarıqlara tam uyğundur. Biz bunu təmin etməliyik, bu öz yerində. Amma digər tərəfdən məqsəd olmalıdır ki, tələbəni öyrənməsi, biz tələbəni öyrətməliyik. Müxtəlif yeni metodlardan istifadə edərək, layihə əsaslı metodlardan tutmuş digər müasir metodlara qədər. Tələbələrlə bağlı hal-hazırda mən tam səmimi etiraf etmək istərdim ki, universitetdə tələbə mühitində biz müəyyən qədər gərginliyi hiss edirik. Tələbələrlə müəllimlərin münasibətlərində tarixən formalaşmış müəyyən bir gərginliyi hiss etməkdəyik. Hətta mən sizə deyərdim ki, yəni ki, bunu sosial şəbəkələrdən də izləyirsiniz, mən də çox yaxından izləyirəm. Tələbələr bir növ universiteti xoşbəxt bir yer kimi görmürlər. Bu da ona gətirib çıxarır ki, bəzən tələbələr öz universitetlərinə sahiblənmirlər və əsas məqsəd olur ki, tez bir zamanda oxuyum, canımı qurtarım. Yəni imtahanları verməklə bağlı ciddi problemlər yaranır. Yəni oxuma motivasiyası olmayanda
Biz müəyyən addımlar atmağa çalışırıq və bu addımları atmaqla bağlı artıq müəyyən tədbirlər də görülüb. İlk növbədə tələbələrlə çalışırıq ki, kommunikasiya daha da çoxalsın. Məsəl üçün yeni gələn tələbələrə müxtəlif orientasiya proqramlarının təşkil olunmasıdır. Tələbələrlə bağlı bu yaxınlarda biz sırf tələbələrlə iş şöbəsi yaratdıq ki, tələbələr bütün problemlərini, onlara lazım olan sənədlərlə bağlı bütün suallarını o şöbəyə yönəldə bilsinlər. Həmin şöbə eyni şəkildə tələbələrin müxtəlif sosial fəaliyyətlərinin təşkil olunmasında, dərsdərkənar asudə vaxtlarının təşkil olunmasında da müəyyən addımlar atacaq. Əlbəttə ki, bir rektor olaraq mən də çalışıram ki, müxtəlif kanallar vasitəsilə, xüsusilə də sosial şəbəkələrdə, Facebookdan tutmuş, Instagramdır, LinkedIndir, hamısında aktiv şəkildə tələbələrin müraciətləri olur. Hamısına əlbəttə ki, cavab vermək mümkün deyil. Amma çalışdığımız qədərilə biz ən azı onları bizim əməkdaşlara yönləndirməyə çalışırıq. Yəni hər bir tələbənin şikayətinə baxılmasını biz təmin etməyə çalışırıq. Məsəl üçün bu semestr, yəni keçən semestr imtahanlarında apellyasiya komissiyasını biraz fərqli şəkildə formalaşdırdıq. Bütün tələbələrin apellyasiya hüququnun təmin olunması və ona tam ədalətli şəkildə baxılmasını təmin etməyə çalışdıq. Ümumiyyətlə elə bir çərçivə olmamalıdır ki, tələbə narazıdır, müəllim biraz nəyisə yenidən baxmağı uyğun saymır. Çünki bəzən olur ki, müəllim deyir ki, qiymətləndirmişəm, ola bilməz ki, orada səhv olsun. Burada biraz emosional yanaşma görürük. Biraz da egolu bir yanaşma görürük məsəl üçün. Amma təhsildə düşünürəm ki, biz daha rasional olmalıyıq. Yəni hansısa emosional yanaşmalar olmamalıdır ki, mən müəlliməm, necə olur ki, tələbə məni apellyasiya verir. Necə olur ki, mən səhv yoxlaya bilərmiyəm özünə, yəni bu ola bilər. Yəni tələbənin öz fikri ola bilər, müəllimin öz fikri ola bilər. Əsas bu müzakirəyə açıq olmaqdır. Tələbələrin ümumiyyətlə çalışırıq biz bütün təşəbbüslərini dəstəkləyək. Məsələn, elə bu günləri mən tələbələrlə görüşdüm. Onlar ölkəmizin də Amerikada böyük bir müsabiqədə, Petra Bowl müsabiqəsində təmsil edəcəklər. Yəni biz əlimizdən gələni etdik ki, onlar ora getsinlər. Çünki onların ora getməyi onlar üçün çox böyük təcrübə olacaq. Bəlkə də onların həyatlarını dəyişəcək. Onun üçün istər maliyyə resursları, istər tez bir zamanda o vizaların alınması ilə bağlı əlimizdən gələni etdik. Bundan qabaq, məsəl üçün, Sidneydə bir astronavtika konfransı keçirilmişdi. Ən böyük heyətlə Azərbaycan Dövlət Neft Sənaye Universiteti təmsil olunurdu. 16 tələbəni göndərmişdik. Yenə də universitetin maliyyə dəstəyi ilə təmin olunmuşdur. Yay məktəblərində bizim yüzlərlə tələbəmiz iştirak etmişdi. Bu mənada biz artıq çalışırıq ki, universitetdə tələbə təşəbbüslərinə açıq olaq. Bax, hardasa 2 həftə qabaq biz elmi qrantlar, elmi tədqiqat qrantları elan etdik. Orada da əsasən bu imkanlar tələbələr üçündür. İstər bakalavr, istər magistr, istərsə də doktorantura tələbələri öz elmi bir növ layihələri ilə müraciət edə bilərlər. O qrantlardan istifadə edib mobilliklə bağlı məsələləri həll edə bilərlər. Hansı universitetə gedib 2 həftəlik, 3 həftəlik öz tədqiqatlarını edə bilərlər. Bu mənada biz çalışacağıq ki, universitet daha tələbə yönümlü olsun. Tək imtahanlarla bağlı deyil, ümumiyyətlə universitet elə bir yer olsun ki, tələbələr özlərini orada xoşbəxt hiss etsinlər. Çünki xoşbəxt tələbələr, onlar daha çox kreativ, daha çox innovativ olurlar və sizin də qeyd etdiyiniz kimi, belə deyək, o mühiti yaratmaq lazımdır ki, tələbə fikrini deyə bilsin, müzakirə edə bilsin. Tələbəyə şans vermək lazımdır ki, o hansısa yeni fikirlərini bir növ təcrübədən keçirə bilsin. Çünki bu innovasiyanın, innovativ
mühitin bir növ əsasını təşkil edir. Bu mənada düşünürəm qısa bir müddətdə burada biz irəliləyişlər gözləyirik. Çünki Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbələri kifayət qədər bilikli, bacarıqlıdırlar. Qəbul ballarımız kifayət qədər yuxarıdır və biz bu şansdan, bu imkanlardan istifadə edib bunları biz daha düşünürəm ki, innovativ, açıq fikirli, daha belə deyək, eksperiment etməyi xoşlayan, fərqli düşünə bilən bir tələbələrə çevirə bilərik. Mövzunu davam etdirsək, sənaye müstəvisinə keçid edə bilərik. Tələbələrin sənayedə təcrübə keçərək öz nəzəri biliklərini praktikaya tökmək kimi bir zərurət yaranır və tələbələrə bu sualı verəndə ki, siz kifayət qədər sənaye təcrübəsi keçirsinizmi? Cavab adətən xeyr olur. Tək sizin universiteti yox, digər universitetlərə də şamildir bu. Səhv etmirəmsə, onlar ancaq 4-cü kursun sonlarına doğru hər hansı bir sənaye müəssisəsində təcrübə keçirlər. Nəzərə alsaq ki, təcrübə proqramları onların gələcəkdə mühəndis olarkən sənayeyə daha tez adaptasiya olmalarına gətirib çıxardır və sənayedən, praktikadan qazandıqları bilikləri yenidən gəlib nəzəri biliklərdən qüvvətləndirə bilərlər. Siz nə düşünürsünüz? Sənaye müəssisələri ilə əməkdaşlıq zamanı hansı bariyerlər var? Universitet tərəfindən atılacaq bəlli bir addımlar var və eyni zamanda sənaye müəssisələri tərəfindən atılmalı olan bir addımlar var. Proqram necə tərtib edilməlidir? Sizin ümumiyyətcə sənayedən gözləntiləriniz nədir? Universitet olaraq atdığınız addımlar nədir və gələcəkdə hansı addımlar atmağı düşünürsünüz ki, tələbələr kifayət qədər tək 4-cü kursda yox, daha erkən sənayedə təcrübə proqramlarında iştirak edə bilsin? Təşəkkür edirəm, maraqlı sualdır. Bu məsələdə də düşünürəm ki, tələbələr haqlıdırlar. Yəni biz təcrübə proqramlarını daha keyfiyyətli edə bilərik, əslində etməliyik. Burada yaxşı xəbər ondan ibarətdir ki, yeni qaydalara uyğun olaraq artıq təcrübə proqramları təkcə 4-cü kursda deyil, yəni ilk kurslarda da, 1-ci, 2-ci, 3-cü kurslarda da təcrübə proqramları təşkil oluna bilər. Artıq bu proses bir növ universitetlərin özünə həvalə olunub ki, hansı universitet öz təcrübə proqramını necə istəyir təşkil edə bilər. Və düşünürəm ki, yaxın gələcəkdə universitetlərimiz bu imkandan, bu yeni qaydaların yaratdığı imkandan istifadə etməyə başlayacaqlar. İkinci məsələ, toxunmaq istədiyim məsələ məncə daha dərin və daha çox səy tələb eləyən bir məsələdir ki, burada əgər iki tərəf arasında, yəni sənaye ilə universitet arasında hər hansı bir əməkdaşlıq baş vermirsə və yaxud da hər hansı bir mövcud əməkdaşlıq aləti işləmirsə, bu deməkdir ki, burada hansısa tərəfin ya hansısa bir tərəfin ya da hər iki tərəfin marağı yoxdur, motivasiyası yoxdur. Yəni bugünkü gündə universitet sənaye əməkdaşlığında əsasən belə deyək də ciddi şəkildə bu iki tərəfi bir-birinə bağlayan bir institusional alətimiz əslində yoxdur. Və sənayenin təhsil müəssisələrinə yanaşması daha çox korporativ sosial məsuliyyət çərçivəsində dəstək xarakterlidir. Hələ ki, sənaye müəssisələrimiz universitetlərimizi bir partnyor qurum kimi, bir sifariş verə biləcək qurum kimi, istər bu elmi tədqiqat sifarişləri olsun, eksperimental və yaxud da təlim sifarişləri olsun, hələ ki universitetləri elə bir qurum kimi görmürlər. Düzdür, əsasən görmürlər. Bəzi hallar var ki, artıq əməkdaşlıq baş verir bəzi universitetlərdə. Bu da ondan irəli gəlir ki, ilk növbədə universitetlərimiz ilə sənaye müəssisələri arasında bir növ qarşılıqlı güvən problemi mövcuddur. Məsələn, sənayedə hər hansı bir problem baş verəndə böyük şirkətlərdə onlar daha çox digər konsalting şirkətlərə müraciət edirlər. Onlar universitetə müraciət etmirlər. Çünki belə bir düşüncə var ki, universitetdə həmin imkanlar yoxdur, həmin o potensial yoxdur. Bir çox hallarda da haqlıdırlar.
Bunun üçün də, yəni bizim hətta belə bir tədqiqatımız olub ki, universitet sənaye əməkdaşlığı niyə baş tutmur və orada güvən olaraq güvən birinci məsələ olub. Bununla bağlı əlbəttə ki, müxtəlif indi tədbirlər görülməkdədir. Məsəl üçün bizim universitet tərəfindən məzmunun birgə hazırlanması, yəni tələbələrə keçiriləcək məzmunun, dərslərin, fənlərin birgə hazırlanması. Bunun üçün komissiyalar yaradılıb. Hal-hazırda universitetdə 7 komissiya mövcuddur. İxtisas sahələrinə uyğun olaraq sənayedən ora əməkdaşlar cəlb olunmaqdadır. Bu bizim birinci belə deyək istifadə etmək istədiyimiz layihədir. İkinci tərəfdən bugünkü gündə Azərbaycan Dövlət Neft Sənaye Universitetində sənayedən çoxlu sayda əməkdaşların müəllim kimi cəlb olunması prosesi gedir. Bu illəri onların sayı daha da çoxaldı. Xüsusilə magistratura proqramlarında. Bu da əlavə bir bizim yeni bir yanaşmamızdır. Üçüncü məsələ, yəni təşəbbüs ondan ibarətdir ki, xüsusilə buraxılış və magistratura işlərində, buraxılış işlərində bir növ həmin o elmi saatların, təcrübə saatlarının universitetlərdə sənayedə olan mütəxəssislərə yönləndirilməsidir. Burada da düşünürəm ki, əməkdaşlıq daha da güclənmək üçün yaxşı alətdir. Bu mənada tələbələr tamamilə doğru deyirlər və biz təşəbbüsləri davam etdirəcəyik. Bir neçə bacarıq deyil, daha universal kadrlar tələb olunmaqdadır. Daha universal kadrlar tələb olunmaqdadır ki, biz ona uyğun öz məzmunumuzu, öz pedaqoji yanaşmalarımızı, istifadə etdiyimiz ədəbiyyatları belə deyək, yeniləməliyik. Bir növ burada sənaye görməlidir və hiss etməlidir ki, bizə universitetə yetişən kadrlar mütləq şəkildə lazımdır. Tələbə də universitetə təkcə diplom xatirinə gəlməməlidir. O həqiqətən də öyrənmək xatirinə gəlməlidir. Tələbə hiss etsə ki, həqiqətən də öyrəndiklərim iş həyatında 100% hamısı lazım olacaq, onda tələbə daha maraqla öyrənəcəkdir. Burada da başqa bir dərin sual ortaya çıxır ki, bəs bunu biz nə qədər tez edə biləcəyik? Bunu tez etməklə bağlı isə bu müəllimlərdən çox asılıdır. Müəllimlərdən çox asılıdır. Ümumiyyətlə universitetlər konservativ qurumlardır. Onlarda dəyişikliklər etmək o qədər də asan deyil və universitetlərin əsas aparıcı qüvvəsi onun müəllimləridir. Bugünkü gündə bizim çox yaxşı müəllimlərimiz var. Onlar çox yaxşı nəzəriyyələri bilirlər, amma düşünürəm ki, sənaye haqqında ümumiyyətlə öz təəssüratlarını artırmalıdırlar və biz də onlara o məsələlərdə kömək etməliyik. Planlarımız var, təlim proqramları var ki, müəllimlərin sənayedə təcrübə keçməsi. Yəni tələbədən çox biz hətta deyərdim müəllimlərin buna ehtiyacı var hal-hazırda. Bir növ sənayeni bu şəkildə biz sinifə gətirə bilməliyik, universitetə gətirə bilməliyik. Hal-hazırda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 400-dən artıq müxtəlif belə deyək şirkətlə, müəssisələrlə müqavilələri var təcrübə proqramları haqqında və bu ildən etibarən biz həmin o təcrübə proqramlarını daha ciddi şəkildə izləyəcəyik və qiymətləndirəcəyik ki, həqiqətən də təcrübə proqramları işləyir və tələbələrin orada keçirdikləri vaxt həqiqətən də faydalıdır. Ətraflı cavab üçün təşəkkür edirəm. Biz danışdıq tələbələrin sənaye müəssisələrinə getməsi, orada təcrübə keçməsi. Məsələnin digər tərəfi isə təcrübəli mühəndislərin universitetə gəlməsidir. Bu da effektiv bir üsul sayılır. Həmin təcrübəli mühəndislərin, mütəxəssislərin universitetə gəlib tələbələrlə görüşməsi üçün mütləq universitetdə dərs deməsi və ya da ki, hər hansı bir formada çalışması önəmlidir, zəruridir. Yoxsa bundan əlavə universitet hər hansı bir panel görüşləri, open talk və ya da ki, hər hansı bir format təşkil edir ki, həmin təcrübəli mühəndislər mühəndislik tələbələrlə görüşsünlər və müxtəlif mövzuları əhatə eləsinlər. Və digər sualım da ondan ibarətdir ki, əgər sizin universitet bunları təşkil edirsə, kimlərin gəlməsi və hansı mövzularla gəlməsi haqqında universitetin bəlli bir filtri varmı? Çünki uyğunsuz insanlar da gələ bilər, uyğunsuz mövzularla gələ bilər və bunun məncə zərəri faydasından daha çox olar.
Əgər belə bir filtriniz varsa, bu filtr hansı səviyyədə tənzimlənir? Rəhbəri səviyyəsində yoxsa hər hansı bir mühəndislik tələbələrinin rəhbəri olduğu bir tələbə təşkilatı səviyyəsində? Yəni sizin özünüzün buna birbaşa müdaxiləniz varmı? Çox yaxşı sualdır. Əlbəttə ki, düşünürəm hər ikisi çox vacibdir. Yəni birinci sənayedən mütəxəssislərin universitetlərdə dərs deməklə bağlı cəlb olunması xüsusilə vacibdir. Çünki həmin mütəxəssislər təkcə tələbələrə dərs demirlər. Onlar ümumiyyətlə universitetdə mühitin dəyişməsində də öz təsirlərini göstərirlər. Eyni zamanda onlardan orada olan digər həmkar müəllimləri də öyrənə bilirlər. Bir növ təcrübələrlə bağlı da müəyyən artıq elə ordaca fikirlər də formalaşır. Bu çox vacib alətlərdən biridir. Burada bir məsələ var ki, düşünürəm onu biz üzərində işləməliyik. Sənayedən gələn təcrübəli mühəndislərin biraz pedaqoji, ali təhsil müəssisələrində pedaqoji yanaşmalarında müəyyən qədər biz belə deyək, problemlər hiss edirik. Çox yaxşı mühəndisdir, amma çox yaxşı mühəndis hələ çox yaxşı müəllim demək deyil. Bununla bağlı da bizim universitetdə sənayedən gələn müəllimlər üçün ali təhsildə pedaqoji yanaşmalar adlı 2 həftəlik kurslar təşkil olunur. Yəni sənayedən gələn mühəndis o kursu keçdikdən sonra bir növ başlayır dərs deməyə. Bu daha faydalı olur, çünki sənayedən gələn mühəndis syllabus, qiymətləndirmə necə olmalıdır və digər məsələlərlə bağlı çox az təəssüratlara, belə deyək, malik olur və bu bizim işimizdir ki, biz bunu təmin etməliyik. İkinci, universitetdə bir növ belə deyək, iş dünyası ilə əlaqəli olaraq müxtəlif tədbirlərin, müxtəlif workshopların və digər layihələrin keçirilməsi, bunları da biz artıq sürətli şəkildə etməyə başlamışıq, tez-tez baş verir. Həmin o karyera mərkəzi tərəfindən əlaqələrin qurulması, dəvət olunmalar. Burada da belə deyək, açığı desəm, çox belə dərin bir meyarlarımız, kriteriyalarımız hələ tam formalaşmamışdır. Lakin bunu daha çox biz şirkətlər üzərinə bunu müəyyən edə bilirik. Baxırıq ki, hansısa çox yaxşı mühəndis, baxırıq ki, onun birinci çox yaxşı təhsili var, mühəndislik təhsili. İkinci, çox yaxşı bir şirkətdə işləməkdədir və belə bir düşüncə formalaşır ki, həqiqətən də həmin o mütəxəssisdən tələbələr faydalana bilər. Yəni dəqiq yazılmış qaydalar olmasa da müəyyən bir gözləntilər var həmin universitetə gələn mütəxəssislərdən və biz düşünürük ki, əslində gəlib tələbələrlə ünsiyyət qurmaq istəyən, onlara bir təqdimat etmək istəyən insanlar həqiqətən də motivasiyalıdır. Onlar həqiqətən də bizim təhsilimizin inkişafı üçün nələrsə etmək istəyirlər və biz onlara imkan yaratmalıyıq və onlardan faydalanmalıyıq. Yəni əslində burada sərt qaydaların qoyulması tərəfdarı da deyiləm. İmkanlar yaradılmalıdır. İmkanlar nə qədər çox yaradılarsa, o imkanlar arasında uğurlu nəticələrin olma ehtimalı daha da çoxalır. O barədə, o prizmadan baxanda daha çox əməkdaşlıq, daha çox uğur ehtimalı deməkdir. Biraz da istəyirəm universitetin daim müzakirə olunan adı ilə bağlı bir qədər danışaq. Sizin fikirləriniz də burada çox önəmlidir. Belə bir xəbər çıxdı ki, universitetdə AZI brendi yaradılır və cəmiyyət avtomatik olaraq 2 hissəyə bölündü. Yəni bir mənalı qarşılanmadı. Kimlərsə bunu Sovet dövrünə bağladılar, digərləri isə daha belə cəlbedici bir addım olaraq bunu hesab elədilər. Fürsət düşmüşkən sizin özünüzdən eşidək bunu. AZI adı, yenidən AZI-yə qayıdış, Sovet epoxasının gətirdiyi nostalgiyadır, yoxsa biz gələcəkdə bu ad altında daha innovativ bir addımlar gözləməliyik? Çox yaxşı sualdır. Düşünürəm bu sual bir çox izləyicilərimizə də maraqlı olacaq. Birinci onu qeyd etmək istərdim ki, ümumiyyətlə son dövrlərdə təhsil haqqında müxtəlif sualların cəmiyyətdə müzakirə olunması bu çox yaxşıdır. Ümumiyyətlə cəmiyyət təhsillə maraqlanır, təhsili gündəmdə saxlayır. Fərqi yoxdur. Yəni
müsbət mənada, mənfi mənada, yəni davamlı olaraq cəmiyyətin təhsil haqqında təəssüratlarını bölüşməsi düşünürəm ki, çox yaxşıdır. Təhsil gündəmdə qalmalıdır. İstər universitetlərimiz, institutlarımız və yaxud da başqa təhsil qurumlarımız. Ona görə mən bütün öz təəssüratlarını bölüşənlərə ümumiyyətlə təşəkkür edirəm. Universitetin brendləşməsi ilə bağlı. Qeyd etmək istərdim ki, bizə də çox maraqlı gəldi cəmiyyətin reaksiyası. Amma qeyd etmək istərdim ki, orada elə reaksiyalar var idi ki, çox emosional idi, emosiyalardan irəli gəlirdi. Məsələn, kimsə yazırdı ki, universitetin adını dəyişməkdənsə daha yaxşı təhsil verin və yaxud da daha yaxşı tədqiqat edin. Yəni hansı ki, bir növ sualla cavabın bir-biri ilə o qədər də əlaqəsi yox idi. Bunun biz emosional yanaşma hesab edirik. Eləcə də məsəl üçün universitetin brend adını dəyişməklə Sovet epoxasına qayıtmaq kimi mesajlar da çox emosionaldır və elə heç də nəyəsə əsaslanmır əslində. Bu məsələlərdə biz daha peşəkar, daha rasional yanaşmağın tərəfdarıyıq. Rasional yanaşmaq odur ki, biz mütəxəssisləri dinləməliyik. Mütəxəssislər nə deyir? Burada da mütəxəssis deyəndə marketoloqlar nəzərdə tutulur. Birinci qeyd etmək istərdim ki, ümumiyyətlə universitetin adının dəyişməsindən ümumiyyətlə söhbət gedə bilməz. Azərbaycan Dövlət Neft Sənaye Universiteti, yəni bu universitetin adıdır. Bunun heç kimi belə deyək də, yəni o dəyişiklik ondan bağlı deyil. Dəyişiklik sadəcə olaraq iki cür marketinqdə yanaşma var. Brendlər bəzən keçmişə yönəlik olur. Eləcə də universitetlərin brendləri. Əgər bu ölkələrə də aiddir. Tutaq ki, biz bilirik ki, İsveçrə ən yaxşı saat istehsal edən ölkədir. Və yaxud da Almaniya ən yaxşı avadanlıqlar istehsal edən ölkədir. Yəni bu Almaniyanın keçmişi ilə bağlıdır, İsveçrənin keçmişi ilə bağlıdır. Yaponiya tutaq ki, keyfiyyət deyəndə Toyota yada düşür və yaxud da digər Yapon şirkətləri yada düşür. İnnovasiya deyəndə Amerika yada düşür. Yəni bir növ ölkələr də brendləşə bilər, şirkətlər də brendləşə bilər, universitetlər də brendləşə bilər və bu brendləşmə onların keçmişi ilə də bağlı ola bilər. Bu birinci metoddur və gələcəyinə yönəlik də ola bilər. Yəni brend tutaq ki, hal-hazırda Afrikada universitetlər var ki, onlar bir növ irəliyə doğru mesajlar verməkdədir. Amma tutaq ki, Orta Asiyada elə universitetlər var ki, onlar keçmişə doğru mesajlar, yəni keçmişdən irəliyə doğru mesajlar verirlər. Çünki orada müəyyən qədər məsəl üçün elm olub, elmi ənənələr olub. Məsəl üçün biz baxsaq Əl-Fərabi adına Qazax Milli Universiteti, bugünkü gündə onun brend adı Fərabi Universitetidir. Çünki bu keçmişə doğru bir addımdır. Və yaxud da Özbəkistanda Ulugbek adına belə deyək Özbək texniki Özbək Milli Universiteti mövcuddur. Bu daha çox qısaltma və keçmişə yönəlik misalların, nümunələrin verilməsidir marketinqdə. Yəni bu bir növ mütəxəssislərdən gələn, marketoloqlardan gələn bir mesajdır. Burada da bildiyiniz kimi Azərbaycan Dövlət Neft Sənaye Universitetinin çox parlaq dövrləri olub. Biz yəni hətta biz ChatGPT-dən də soruşduq ki, əgər vaxtilə universitetlərin reytinqi olsaydı, tutaq ki 80-ci illərdə, 70-ci illərdə orada Azərbaycan Dövlət Neft Sənaye Universiteti neçənci yerdə olardı? Cavab gəldi ki, təxminən 105-ci yerdə olardı. Həmin dövr üçün elə bir reytinq olsaydı və əvvəlki o Sovetlər məkanında da təqribən 4-cü, 5-ci yerdə ola bilərdi əldə etdiyi nailiyyətlərə görə. Bu yanı bizim keçmişimizdir, bu bizim nailiyyətlərimizdir. Düşünürəm ki, bu mesaj daha çox ondan bağlı idi. Bu
mütəxəssis rəyi idi, peşəkar yanaşma idi və mən hər kəsə, hər bir münasibət bildirənə də təşəkkür edirəm ki, bir növ biz hiss etdik ki, bununla bağlı cəmiyyətdə fikirlər birmənalı deyil və bununla bağlı daha çox mesajların daha dəqiq, daha çox açıq verilməsinə, daha yaxşı kommunikasiya olunmasına ehtiyac vardır bəlkə. Sonlara doğru mövzunu bir qədər dəyişmək istəyirəm. Heç kəsə sir deyil ki, Azərbaycanda bir çox tələbələr diplom işlərini özləri yazmır. Onlar bunu maddi ödəniş qarşılığında kimlərəsə və yaxud da ki, hansısa bir qurumlara yazdırırlar. Hətta səhv etmirəmsə belə bir təşkilatlar da yaranıb ki, və tez-tez paylaşırlar ki, diplom işlərini bizə yazdırın və s. və s. Şəxsən mən bunu bir elmlə, təhsillə məşğul olan insan üçün qeyri-professional bir addım hesab edirəm. Universitet tərəfdən baxsaq, ola bilər ki, bu universitetin buraxdığı hər hansı bir boşluqdan yaranır. Siz universitet rəhbərində olan zaman belə bir hallarla qarşılaşmısınızmı? Əgər belə bir hal baş veribsə, bunu necə tənzimləyirsiniz? Və yaxud da ki, sizin yanaşmanız belə ola bilər ki, burada heç bir qəbahət yoxdur, yəni ki, belə də davam edə bilər. Şəxs olaraq və yaxud da ki, universitet rəhbəri olaraq təmsil etdiyiniz universitet adına bu barədə nə demək istəyirsiniz? Düşünürəm ki, bu ciddi problemdir. Ciddi problemdir. Burada da yenə bilirsiniz, biz baxmalıyıq ki, biz niyə belə edirik? Biz harda nəyi düz etməmişik ki, gəlib belə bir vəziyyətə çatmışıq. Məsəl üçün, elə ölkələr var ki, elə universitetlər var ki, onlarda elə sual yoxdur. Da hansısa bir ölkədə, xarici bir ölkədə, hansısa bir universitetdə ümumiyyətlə biz bu sualı versək ki, bəli, tələbələr diplom işlərini kiməsə yazdırır, siz onlarla bağlı hansı tədbir görürsünüz? Onlar deyəcək ki, bizdə belə bir sual yoxdur. Belə bir sual mövcud deyil. Burada biraz bəlkə cavab biraz ağır olacaq, amma burada biraz yenə də biz gəlirik dəyərlər məsələsinə. Yəni tələbə əgər tələbəlik vaxtından nəyisə köçürtməyə, nəyisə kiməsə nəyinsə qarşılığında sifariş etməyə yönəlirsə, bir növ elmi öyrənməyə deyil, elmi satın almağa yönəlikdirsə, bu ona gələcək iş həyatında da öz təsirini göstərəcək. Ona qərar vermədə, müxtəlif məsələləri həll etmədə yəni öz təsirini göstərəcək. Biz həm tələbələr, həm müəllimlər ümumiyyətlə universitetin niyə mövcud olduğunu birinci tam mənasıyla başa düşməliyik. Tələbələr bilməlidir ki, onlar universitetə təkcə diplom almaq xatirinə gəlməməlidirlər. Burada həqiqətən də bilik, bacarıq əldə etməlidirlər. Universitet heyəti də biz öz tərəfimizdən tələbələrə lazım olan bilik, bacarığı təqdim edə bilməliyik və o şəkildə təqdim edə bilməliyik ki, tələbələrə həqiqətən də öyrənmək maraqlı olsun. Müəllim öz məsuliyyətini başa düşməlidir ki, mən nəyi öyrətməliyəm. Tələbə də həqiqətən də bilməlidir ki, o həqiqətən də bura öyrənmək üçün gəlib, təkcə diplom almaq üçün deyil. Bu mənada düşünürəm ki, yenə də biz qayıdırıq məzunun profilinə, nəyi öyrətməliyik, necə öyrətməliyik suallarına. Yəni düşünürəm ki, fundamental olaraq bunların qaydasına salsaq, o problem özü tədricən həll ola bilər. Mən burada hər hansı bir inzibati bir tədbirlərin əslində görülməsi tərəfdarı deyiləm. Mən ümumiyyətlə heç vaxt hansısa inzibati tədbirlərin görülməsi tərəfdarı olmuram. Düşünürəm ki, inzibati tədbirlər problemin həlli deyil. İnzibati tədbirlər problemin həlli deyil. Daha çox sistemli dəyişikliklərə ehtiyac var. Düşünürəm ki, o islahatlar nəticəsində bu sistemli dəyişikliklər baş verəcək və bu problem də aradan qalxacaq. Və son olaraq sualı belə təyin etmək istəyirəm ki, məsələnin həm sənaye tərəfini, həm universitet rəhbərlik tərəfini görmüş bir insan kimi sizcə məhz mühəndislik yetişdirən universitetin uğuru nə ilə ölçülür? Əsas meyar nədir? Hər bir universitetin özünə uyğun bir izlədiyi yol var. Özünün bir inkişaf strategiyası var, özünün hədəfləri var. Və o hədəflərə hansı müddətdə və necə çatdığı, nə qədər çatdığı əslində onun uğurlarını müəyyən edir. Azərbaycan Dövlət Neft Sənaye Universiteti düşünürəm ki, təkcə ölkəmizin iqtisadiyyatı üçün təkcə belə deyək, mütəxəssis hazırlayan qurum olmamalıdır. Bu da çox vacibdir.
Amma belə deyək, böyük potensiala malik olaraq Azərbaycan Dövlət Neft Sənaye Universiteti eyni zamanda tədqiqat və innovasiyaların mərkəzinə çevrilməlidir. Yəni bizim gələcək bir 5 ildə, 10 ildə əsas hədəflərimiz tədqiqat universitetinə çevrilməkdir. Bununla bağlı da bizim hədəflərimiz var. Tədqiqat nəticələrinin artması ilə bağlı təqribən adam başına düşən tədqiqat nəticələri nə qədər olmalıdır? Onlar tutaq ki, əcnəbi tədqiqatçılar tərəfindən nə dərəcədə istifadə olunmalıdır? Onlara nə qədər istinad olmalıdır? Bununla bağlı hansı infrastruktura ehtiyac var? Laboratoriyalardan tutmuş müxtəlif infrastruktur məsələlərinin həlli ilə bağlı hədəflərimiz var. Bu məsələnin bir növ belə deyək, elm tərəfi. İkinci, universitetin beynəlmiləşmə ilə bağlı hədəfləri var. Gələcək 5 ildə universitetdə olan əcnəbi tələbə sayını 15%-a qədər artırmağı düşünürük. Eləcə də professor müəllim heyətinin ən azı yenə də 15%-ın əcnəbi professor müəllim heyətindən olması düşünürəm ki, mühitin yaxşılaşdırılması ilə bağlı ciddi addım ola bilər. Tədrislə bağlı bizim əsas hədəflərimiz tələbələrə daha çox diqqətin ayrılması, onların öyrənmə təcrübələrini artırmaq üçün professor müəllim heyətinin artırılmasını düşünürük ki, bir müəllimə düşən tələbə sayı nə qədər az olarsa, tələbələr daha çox öyrənə bilərlər. Digər böyük bir islahat olaraq Tədqiqat Universiteti olmaq məqsədi ilə daha çox magistratura və doktorantura səviyyəsində tələbələrin qəbul olunmasını təmin etməyə çalışacağıq. Çünki hal-hazırda təqribən bu nisbət bakalavr tutaq ki, tələbələrimizin 80% təşkil eləyir bütün toplam tələbələrimizin sayına baxanda. Bunun hardasa digər qismini təqribən bir 17%-ni, 18%-ni magistr tələbələri təşkil edir. Cəmi 2% doktorantlarımız var. Gələcək 5-10 ildə çalışacağıq ki, ən azı 10% doktorantlar təşkil etsin. Hardasa bir 25% magistrlar təşkil etsin, 60-65% bakalavr tələbələri təşkil etsin. Çox güman ki, magistratura, doktorantura səviyyəsində qəbulu artırsaq da, magistratura, bakalavr səviyyəsində müəyyən qədər qəbulu stabil saxlayıb və yaxud da azaltmağa gedəcəyik. Bu da daha belə deyək, yüksək ballı tələbələrin qəbuluna gətirib çıxara bilər. Universitetdə ingilis dilində tədrisin artırılması istiqamətdə işlər görülür. Bu il artıq biz 25% tədrisdə 25% ingilis dili istifadə olunmaqdadır. Yəni təhsil alanların 25%-i ingilis dilində təhsil alır. Bu düşünürəm yaxşı bir rəqəmdir və bu sahədə biz tədricən artıracağıq. Çünki gənclər ingilis dilində təhsil almağı seçməkdədir. Bu tendensiyanı biz hiss edirik və ingilis dilli qruplarda qəbul ballarımız daha yuxarıdır. Ona görə bu istiqamətdə bizim hədəflərimiz var. Əlavə olaraq əsas hədəflərdən biri sənaye ilə inteqrasiyadır. Sənaye ilə birgə magistrantların yetişdirilməsidir. Məsəl üçün 1 il universitetdə, 1 il sənayedə eksperimental elmi tədqiqatlar aparan magistratura proqramlarının qurulmasıdır. Eləcə də sənaye ilə birgə məzmunların hazırlanmasıdır. Laboratoriya işlərinin bir qisminin sənayeye ötürülməsidir. Burada da çox ciddi institusional alətlərə ehtiyac olacaq. Bu mənada düşünürəm, əgər biz qoyulmuş hədəflərə çata bilsək, hədəflər bəllidir. Onda biz universiteti uğurlu hesab etmiş olaraq. Sonda mən istərdim sizə belə bir təşəbbüsə görə təşəkkürümü bildirirəm. Doğrudan da cəmiyyətimiz üçün çox vacib bir işlə məşğul olursunuz. Bir növ ali təhsil müəssisələrimizlə haqqında onlara daha ətraflı məlumat verməyə çalışırsınız. Biz ali təhsil müəssisələri olaraq da sənayedən böyük
gözləntilərimiz var. İstərdik ki, sənayedə olan mütəxəssislər öz töhfələrini, təşəbbüslərini universitetlərə yönəltsinlər, universitetlərdən öz diqqətlərini əksik etməsinlər. Biz də bütün bu məsələlərin baş verməsi üçün istənilən şəraiti çalışacağıq ki, yaradaq. Çünki burada məqsəd eynidir. Ölkəmizin gələcəyi daha çox elmlə, texnologiya ilə bağlı olacaqdır. Əlavə yüksək dəyər yarada biləcək gənc nəsillə bağlı olacaqdır. Bu ekosistemdə olan iştirakçıların niyyətləri eyni istiqamətdədir. Sadəcə olaraq bunu real həyatda yerinə yetirmək lazımdır.